Avtomobildə at gücü dedikdə nə nəzərdə tutulur? At gücü nədir? Maşında at nə gəzir? At gücü mühərrikin iş görmə gücünü ölçmək üçündür. Bu anlayışı ilk dəfə James Watt fikirləşib. Bir at gücü təqribən 746 watt güc deməkdir. Yəni bir atın bir dəqiqəyə qaldırdığı yük qədər güc. Ancaq unutma, sadəcə at gücü yetmir. Fırlanma anı Newton-metrdə vacibdir. Biri gücdür, biri isə əzələ. At gücünü artırmaq üçün mühərrikin hava, yanacaq, yanma effekti daha səmərəli olmalıdır. Bəs mühərrikin at gücünü necə artıra bilərik? Turbo və supercharger quraşdırmaqla, high performans hava filtri ilə, sport egzoz sistemi ilə, elektron beyin çipi ilə, yüngül detallar və çəki azaltmaqla, yüksək oktanlı yanacaq istifadəsi ilə. Bu metodların bəziləri yalnız mühərrik və digər sistemlərin bu dəyişikliklərə uyğun olduğu halda faydalı olur. Hər modifikasiya etməzdən əvvəl bir mütəxəssis məsləhəti almaq vacibdir.